Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin üzvü Namiq Əliyevin iştirakı ilə keçirilən tədbirdə dünya çempionatında çıxış edəcək komandaların heyətləri açıqlanıb. Yarışların ilk 2 günündən mübarizə aparacaq Yunan-Roma güləşi üzrə seçməmizin heyəti Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, Saman Təhmasibi, Orxan Nuriyev və Sabah Şəriətidən ibarətdir. Millimiz baş məşqçi Cəmşid Xeyrəbadi, böyük məşqçi Nürəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında yarışacaq. Dünya çempionatında sərbəst güləşçilərdən ölkəmizin idman şərəfini Mahir Əmraslanov, Hacı Əliyev, Toğrul Əskərov, Ruslan Dibir Hacıyev, Cəbrail Həsənov, Məhəmməd Hacı Xatiyev, Xeta Qazimov, Cəmaləddin Məmmədov qoruyacaq. Sərbəst güləşçilərimizə baş məşqçi Saypullah Absayedov, böyük məşqçi Firdovs Umudov və məşqçi David Kursiya rəhbərliyi edəcək. Qadınlardan ibarət millimiz hazırda təlim məşq toplanışını xaricdə davam etdirir və komandanın heyəti bir qədər sonra açıqlanacaq. Dünya çempionatı çox önəmli dünya çempionatıdır. Çünki bu ilk lisenziya verən, birinci yerdən 5-ci yerə qədər idmançılara lisenziya verəcək. Və bu baxımdan o ağır bir dünya çempionatıdır. Çünki ilk bir lisenziyon dünya çempionatıdır. Bildiyiniz kimi bu dünya çempionatından sonra 4 dənə də lisenziya turnirimiz var. Mən bayaqları qeyd elədim ki, biz çalışacağıq ki, əsas lisenziyalarımızı bu dünya çempionatında alaq. Çünki sərbəst olaraq Olimpiya oyunlarına hazırlaşmaq məqsədi. Demək olar ki, komandanın əksər 90% dünya və Avropa çempionlarından ibarətdir və hər bir idmançı hesab edilən öz sözünü deyib və ən aşağısı lisenziyaları əldə edəcəkdir. Hazırlığımız yüksək səviyyəyə keçdi. Bildiyiniz kimi demək olar 2 təlim məşq toplanışı Göygöldə olduq. Yəni yüksək səviyyəyə keçdi. İndi az qalıb, demək olar son mərhələdir. Bugün bildiyiniz kimi çəkilər müəyyənləşdi. Kimlər nə təmək iştirak edəcək. Əvvəla bütün dostlarıma, yəni məşqçilərimizə, hər kəsə uğurlar arzulayıram. İnşallah bizim üçün, ölkəmiz üçün xeyirli bir yarış olar. Yaxşı hazırlıq keçmişik. Komanda demək olar hər bir təki də çıxış edən idmançılar, şükür Allah, hər bir yəni bu yarış üçün tam hazırlaşıbdılar. İnşallah bildiyiniz kimi bu dünya çempionatı Olimpiya oyunlarına yəni lisenziya qazandırır. Ona görə uşaqlar, yəni idmançılarımız hamımız hazırlaşır ki, ilk dünya çempionatından bütün çəkilərdə lisenziya alınsın. İnşallah yəni məqsədimiz odur ki, yəni bu dünya çempionatında yaxşı çıxış edək inşallah. Qeyd edək ki, güləş üzrə dünya çempionatı İdman Azərbaycan telekanalı ilə canlı yayımlanacaq. Sentyabrın 7-sində Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində güləş üzrə dünya çempionatına start veriləcək. Rio 2016 yay Olimpiya oyunlarına lisenziya xarakteri daşıyan mötəbər yarışda mübarizə aparacaq sərbəst və Yunan-Roma güləş üzrə komandalarımızın heyəti açıqlanıb. Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində keçiriləcək güləş üzrə dünya çempionatına hazırlaşan sərbəst və Yunan-Roma güləş üzrə yığma komandalarımızın mətbuat üçün açıq məşqi keçirilib. Dünya çempionatında iştirak edəcək sərbəst güləş üzrə milli komandamızın şərəfini 57 kiloqram çəki dərəcəsində Mahir Əmraslanov, 61 kiloqramda Hacı Əliyev, 65 kiloqram çəkidə Toğrul Əskərov, 70 kiloqramda Ruslan Dibir Hacıyev, 74 kiloqramda Cəbrail Həsənov, 86 kiloqram çəki dərəcəsində Məhəmməd Hacı Xatiyev, 97 kiloqramda Xeta Qazimov, 125 kiloqram çəki dərəcəsində isə Cəmaləddin Məmmədov təmsil edəcək. Bildiyiniz kimi biz dünya çempionatına yolladıq Las Vegas'a və biz artıq bir aydan çoxdur ki, Göygöldə, Xanlar rayonunda orada biz məşqlərimizi davam etdirdik. Çox güclü hazırlıqlar yəni keçmişik, yaxşı hazırlıq keçmişik. Komanda demək olar hər bir təki də çıxış edən idmançılar, şükür Allah, hər bir yəni bu yarış üçün tam hazırlaşıbdılar. Yarışların ilk 2 günündə mübarizə aparacaq Yunan-Roma güləşi üzrə yığmamızı 59 kiloqram çəki dərəcəsində Rövşən Bayramov, 66 kiloqramda Həsən Əliyev, 71 kiloqram çəki dərəcəsində Rəsul Çunayev, 75 kiloqramda Elvin Mürsəliyev, 80 kiloqramda Rafiq Hüseynov, 85 kiloqramda Saman Təhmasibi,
98 kiloqramda Orxan Nuriyev və 130 kiloqramda isə Sabah Şəriəti təmsil edəcək. Hər kəs bu yarışa maksimum nəticə üçün gedir. Yəni tək sırf lisenziya üçün getmirik. Yəni dünya çempionatı, hər kəs istəyər ki, medal dəstinə bir dənə medal əlavə olunsun. İnşallah mən də öz üzərimə düşən məsuliyyəti bilirəm. İstəyərəm ikinci dəfə dünya çempionu olum. Onun üçün əlimizdən gələn hər bir gəlməyən bir şey deyilir. Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev Las Vegas'a yollanacaq milli komandalarımızın təcrübəli olduğunu bildirib. Biz çalışacağıq ki, əsas lisenziyalarımızı bu dünya çempionatında alaq. Çünki sərbəst olaraq olimpiya oyunlarına hazırlaşmaq məqsədiyik. Və hesab edirəm ki, kifayət qədər bayaq heyəti bizə elan elədi, kifayət qədər təcrübəli idmançılardır. Yəni demək olar ki, komandanın əksər 90% dünya və Avropa çempionlarından ibarətdir və hər bir idmançı hesab edirəm öz sözünü deyib və ən aşağısı lisenziyaları əldə edəcəkdir. Qeyd edək ki, dünya çempionatı sentyabr ayının 7-sindən 12-sinə kimi davam edəcək. Avropa oyunlarına ümumilikdə 6 medal qazanan Yunan-Roma güləşi üzrə seçmə komandamızı isə qarşıda daha bir ciddi sınaq gözləyir. Pəhlivanlarımız Rio 2016 yay Olimpiya oyunlarının lisenziya xarakterli dünya çempionatında qüvvələrini sınayacaqlar. Artıq Amerika Birləşmiş Ştatlarına yollanacaq idmançılarımızın adları da məlumdur. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyev Las Vegas'da 8 güləşçiyə bel bağlayacaq. 59 kiloqram çəki dərəcəsində Rövşən Bayramov, 66 kiloqramda Həsən Əliyev məşqçilər heyətinin etimadını doğrultmağa çalışacaq. Avropa oyunlarında himnimizi səsləndirən Rəsul Cunayev ilə Elvin Mürsəliyev müvafiq olaraq 71 və 75 kiloqramda dünya çempionluğuna iddia edəcək. Rafiq Hüseynov 80 kiloqram, Saman Təhmasibi 85 kiloqram çəki dərəcəsində yarışacaq. Ağırlığı 98 kiloqrama da olan idmançılarla Orxan Nuriyev qurşaq tutacaq. Mütləq çəkidə isə bütün ümidlər Sabah Şəriətiyə olacaq. Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev güləşçilərimizə inandığını deyir. Bu dünya çempionatı çox önəmli dünya çempionatıdır. Çünki bu ilk lisenziya verən birinci yerdən 5-ci yerə qədər idmançılara lisenziya verəcək. Və bu baxımdan o ağır bir dünya çempionatıdır. Çünki ilk bir lisenziyon dünya çempionatıdır. Bildiyiniz kimi bu dünya çempionatından sonra 4 dənə də lisenziya turnirimiz var. Mən bayaqları qeyd elədim ki, biz çalışacağıq ki, əsas lisenziyalarımızı bu dünya çempionatında alaq. Qeyd edək ki, Yunan-Roma güləşçiləri sentyabrın 7-sində start götürəcək mundialın ilk 2 günündə mübarizəyə qatılacaqlar. Sentyabrın 7-sində Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Bugün Yunan-Roma və sərbəst güləş yığmalarımızın heyəti açıqlanıb. Sentyabrın 7-si 12-si aralığında Las Vegas'ta keçiriləcək güləş üzrə dünya çempionatı lisenziya xarakterli olacaq. Bu yüzdən komandamız da mötəbər yarışa ən güclü heyətləri ilə yollanacaq. Azərbaycan adına Yunan-Roma güləşində 59 kiloqramda Rövşən Bayramov, 66-da Həsən Əliyev, 71-də Rəsul Çunayev, 75-də Elvin Mürsəliyev, 80-də Rafiq Hüseynov, 85-də Saman Təhmasibi, 98-də Orxan Nuriyev və 130 kiloqramda Sabah Şəriəti çıxış edəcək. Təcrübəli idmançılardır. Yəni demək olar ki, komandanın əksər 90% dünya və Avropa çempionlarından ibarətdir və hər bir idmançı hesab edirəm öz sözünü deyib və ən aşağısı lisenziyaları əldə edəcəkdir. Təbii ki, demək olar ki, hər il yarış güləşdirirəm, mən hər il dünya çempionatı, Avropa çempionatı güləşdirəm. Mən şükür olsun medal verirəm. Yəni bu dünya çempionatında da bir dəfə olmuşam, çalışacağım ikinci dəfədir. Kim istəməz ikinci dəfə dünya çempionu olsun. Sərbəst güləş yığmamızda isə ölkəmizin şərəfinə 57 kiloqramda Mahir Əmri Aslanov, 61-də Hacı Əliyev, 65-də Toğrul Əskərov, 70-də Ruslan Dibir Hacıyev, 74-də Cəbrail Həsənov, 86-da Məhəmməd Hacı Xatiyev, 97 kiloqramda Xetaq Qazimov və 125 kiloqram çəki dərəcəsində isə Cəmaləddin Məhəmmədov qoruyacaq. Sentyabrın 7-sində Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində güləş üzrə dünya çempionatına start veriləcək. Bugün mundialda çıxış edəcək sərbəst və Yunan-Roma güləş üzrə milli komandalarımızın heyəti açıqlanıb. Las Vegas'ta keçiriləcək dünya çempionatının ilk 2 günündə Yunan-Roma güləşçiləri mübarizə aparacaq. Cəmşid Xeyrabadinin rəhbərlik etdiyi millidə ölkəmizin idman şərəfini Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev, Rafiq Hüseynov,
Saman Təhmasibi, Orxan Nuriyev və Sabah Şəriəti qoruyacaq. Dünya çempionatında sərbəst güləş yarışlarında isə Azərbaycanın adından Mahir Əmiraslanov, Dünya və Avropa çempionu Hacı Əliyev, Olimpiya çempionu Toğrul Əsgərov, Ruslan Dibir Hacıyev, Cəbrayil Həsənov, Məhəmməd Hacı Xatiyev, Xəttab Qazimov və Cəmaləddin Məhəmmədov çıxış edəcək. Komandanın hazırlıq prosesindən razı olduğunu bildirən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev daha çox sayda olimpiya lisenziyası qazanmaq istədiklərini bildirib. Qeyd edək ki, pəhləvanlarımız səfərə avqustun 31-də yollanacaq. Güləş üzrə milli komandamız artıq növbəti təlim məşq toplanışını keçirib, amma bu toplanış güləşçilər üçün digərlərindən daha vacib xarakter daşıyırdı. Məşqdən əvvəl Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev dünya çempionatında iştirak edəcək güləşçilərin adlarını açıqlayıb. Avropa oyunlarında iştirak etməyən Yunan-Roma güləşçimiz Rövşən Bayramovun mundialda iştirak edəcək idmançıların sırasında yer alması diqqətimizi çəkdi. Bu günləri Rövşən demək olar ki, öz formasına gəlib alıbdır və son məşqlər və son bir onlarla verilən o məşqlərdə döyüşlər onu görsətdi ki, Rövşən onu ondan qüvvətlidir və ona görə biz Rövşənə həmən çəkini Rövşənə etibar elədik. Sərbəst güləşçilərimiz də eynən klassiklər kimi dünya çempionatında 8 çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyacaqlar. Siyahıda dünya və Avropa çempionumuz Hacı Əliyev, Olimpiya çempionumuz Toğrul Əsgərov və digər adlı sanlı güləşçilərin adları var. Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində keçiriləcək dünya çempionatına sentyabrın 7-sində start veriləcək və 12 sentyabr tarixində yekun vurulacaq. Sərbəst və Yunan-Roma güləşi üzrə yığma komandamız dünya çempionatının hazırlıqlarına başlayıb. Olimpiya Güləş Mərkəzində baş tutan məşq mətbuata açıq keçirilib. Məşqin ardından dünya çempionatına yola düşəcək 3 güləş növü üzrə komandamızın heyəti açıqlanıb. Bu dünya çempionatından sonra 4 dənə də lisenziya turnirimiz var. Mən bayaqları qeyd elədim ki, biz çalışacağıq ki, əsas lisenziyalarımızı bu dünya çempionatında alaq. Çünki sərbəst olaraq olimpiya oyunlarına hazırlaşmaq məqsədidir. 7-12 sentyabrda Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində təşkil olunacaq çempionat lisenziya xarakteri daşıyır. İlk 5 yeri tutan idmançı 2016-cı ildə Rio de Janeiro'da keçiriləcək yay olimpiya oyunlarına lisenziya əldə edəcək. Sentyabrın 7-sindən 12-sinədək Amerika Birləşmiş Ştatlarının Las Vegas şəhərində güləş üzrə böyüklər arasında dünya çempionatı keçiriləcək. 2016-cı ildə Rio de Janeiro'da keçiriləcək yay olimpiya oyunlarına ilk lisenziyalarının qazanılacağı çempionatda Yunan-Roma və sərbəst güləş növləri üzrə Azərbaycan yığması iştirak edəcək. Avqustun 26-sında Olimpiya Güləş Mərkəzində Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev və Federasiyanın baş katibi Əjdər Cəfərov çempionata yollanacaq güləşçiləri elan edib və komandalara uğurlar arzulayıblar. Bildirilib ki, Yunan-Roma güləş üzrə yarışlarda ölkəmizi Rövşən Bayramov, Həsən Əliyev, Rəsul Çunayev, Elvin Mürsəliyev, Rafiq Hüseynov, Saman Təhmasibi, Orxan Nuriyev və Sabah Şəriəti təmsil edəcəklər. Sərbəst güləş üzrə Azərbaycan millisinin heyətində Ahmed Nabi Qvartazilov, Hacı Əliyev, Toğrul Əsgərov, Ruslan Dibir Hacıyev, Cəbrayil Həsənov, Maqamed Qaci Xatiyev, Xəttab Qazimov və Cəmaləddin Maqamedov yer alıblar. Dünya çempionatına yollanan idmançıların yaxşı hazırlıq keçdiyini diqqətə çatdıran Namiq Əliyev bu çempionatın olimpiya oyunlarına hazırlıq baxımından önəmli olduğunu vurğuladı. Kifayət qədər çox yüksək səviyyədə hazırlıq keçmişdir və bildiyiniz kimi bayaqları mən qeyd elədim, bu dünya çempionatı çox önəmli dünya çempionatıdır. Çünki bu ilk lisenziya verən, birinci yerdən 5-ci yerə qədər idmançılara lisenziya verəcək və bu baxımdan o ağır bir dünya çempionatıdır. Bu dünya çempionatından sonra 4 dənə də lisenziya turnirimiz var. Mən bayaqları qeyd elədim ki, biz çalışacağıq ki, əsas lisenziyalarımızı bu dünya çempionatında alaq. Çünki sərbəst olaraq olimpiya oyunlarına hazırlaşmaq məqsədidir. Kifayət qədər təcrübəli idmançılardır. Yəni demək olar ki, komandanın əksər 90% dünya və Avropa çempionlarından ibarətdir və hər bir idmançı hesab edirəm öz sözünü deyib və ən aşağısı lisenziyaları əldə edəcəkdir.
Təlim məşq toplanışlarının Göygöldə keçirildiyini bildirən güləşçilər Həsən Əliyev və Hacı Əliyev dünya çempionatında lisenziya qazanmaq üçün var gücləri ilə çalışacaqlarını dedilər. İki təlim məşq toplanışı Göygöldə olduq. Hər kəs bu yarışa maksimum nəticə üçün gedir. Yəni tək sırf lisenziya üçün getmirik. Yəni dünya çempionatı, hər kəs istəyir ki, medal dəstinə bir dənə medal əlavə olunsun. Artıq bir aydan çoxdur ki, Göygöldə Xanlar rayonunda yəni orada biz məşqlərimizi davam etdiririk. Çox güclü hazırlıqlar yəni keçmişik, yaxşı hazırlıq keçmişik. Komanda demək olar hər bir təki də çıxış edən idmançılar şükür Allah hər bir yəni bu yarış üçün tam hazırlaşıbdılar. Məqsədimiz odur ki, yəni bu dünya çempionatında yaxşı çıxış edək. Qeyd edək ki, Las Vegasda keçiriləcək dünya çempionatında ilk 5 yerin sahibi 2016-cı ildə Braziliyada keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanacaqlar. Pərvanə Rəhimova, Şakir Qurbanov, Elmin Laçınov, Azərtac. ABŞ-ın Las Vegas şəhərində keçiriləcək güləş üzrə böyüklər arasında dünya çempionatına hazırlaşan sərbəst və Yunan-Roma güləş üzrə yığma komandalarımızın mətbuatı üçün açıq məşqi keçirilib. Məşqə Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, Dünya Güləş Birliyi İdarə Heyətinin üzvü Namiq Əliyev, vitse-prezident Magomed Ali Omarov və baş katib Olimpiya dərəcəli hakim Əjdər Cəfərov da izləyiblər. Federasiyanın birinci vitse-prezidenti Namiq Əliyev məşqdən öncə dünya çempionatında mübarizə aparacaq sərbəst və Yunan-Roma güləşçilərinin adlarını açıqlayıb. O qeyd edib ki, çempionatda baş məşqçi Saypulla Absaydov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtiyanın rəhbərliyi altında sərbəst güləşçilərimizdən 57 kiloqram çəki dərəcəsində Mahir Əmraslanov, 61 kiloqramda Hacı Əliyev, 65 kiloqramda Toğrul Əskərov, 70 kiloqramda Ruslan Dibir Hacıyev, 74 kiloqramda Cəbrail Həsənov, 86 kiloqramda Məhəmməd Hacı Xatiyev, 97 kiloqramda Xetaq Qazimov, 125 kiloqramda isə Cəmaləddin Məhəmmədov yarışacaq. Federasiya rəsmisinin sözlərinə görə dünya çempionatında ölkəmizi baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Yunan-Roma güləşçilərimizdən 59 kiloqram çəki dərəcəsində Rövşən Bayramov, 66 kiloqramda Həsən Əliyev, 71 kiloqramda Rəsul Çınayev, 75 kiloqramda Elvin Mürsəliyev, 80 kiloqramda Rafiq Hüseynov, 85 kiloqramda Saman Təhmasibi, 98 kiloqramda Orxan Nuriyev, 130 kiloqramda isə Sabah şəraiti təmsil edəcək. O güləşçilərimizə tövsiyə və tapşırıqlarını verib, xatirə şəkli çəkdirilib. Bu dünya çempionatı çox önəmli dünya çempionatıdır. Çünki bu ilk lisenziya verən, birinci yerdən 5-ci yerə qədər idmançılara lisenziya verəcək. Və bu baxımdan o ağır bir dünya çempionatıdır. Çünki ilk bir lisenziyon dünya çempionatıdır. Bildiyiniz kimi bu dünya çempionatından sonra 4 dənə də lisenziya turnirimiz var. Mən bayaqları qeyd elədim ki, biz çalışacağıq ki, əsas lisenziyalarımızı bu dünya çempionatında alaq. Çünki sərbəst olaraq olimpiya oyunlarına hazırlaşmaq məqsədi. Və hesab edirəm ki, kifayət qədər bayaq heyəti biz elan elədik, kifayət qədər təcrübəli idmançılardır. Yəni demək olar ki, komandanın əksər 90% dünya və Avropa çempionlarından ibarətdir və hər bir idmançı hesab edirəm öz sözünü deyib və ən aşağısı lisenziyaları əldə edəcəklər. Az qalıb, demək olar son mərhələdir. Bu gün bildiyiniz kimi çəkilər müəyyənləşdi, kimlər nəticə iştirak edəcək. Əvvəla bütün dostlarıma, yəni məşqçilərimizə, hər kəsə uğurlar arzu edirəm. İnşallah bizim üçün, ölkəmiz üçün xeyirli bir yarış olar. Çünki çox ciddi bir yarışdır. Yəni sıradan dünya çempionatı deyil, lisenziya xarakterlidir. Həm də uzaq bir ölkədədir. Çalışacağıq ki, hər kəs, mən dostlarımla danışa bilərəm ki, hər kəs bu yarışa maksimum nəticə üçün gedir. Yəni tək sırf lisenziya üçün getmirik. Yəni dünya çempionatı, hər kəs istəyir ki, medal dəstinə bir dənə medal əlavə olunsun. İnşallah mən də öz üzərimə düşən məsuliyyəti bilirəm. İstəyərəm ikinci dəfə dünya çempionu olum. Onun üçün əlimizdən gələn hər bir, gəlməyən bir şey deyilir. Yəni nə qədər bacarırıq, yəni əlimizdən gələn edəcək ki, nəticə əldə edək. Yaxşı hazırlıq keçmişik. Komanda demək olar hər bir təki də çıxış edən idmançılar şükür Allah hər bir yəni bu yarış üçün tam hazırlaşıbdılar. İnşallah bildiyiniz kimi bu dünya çempionatında olimpiya oyunlarına yəni lisenziya qazandırır. Ona görə uşaqlar, yəni idmançılarımız hamımız hazırlaşır ki,
ilk dünya çempionatına bütün çəkilərdə lisenziya alınsın. İnşallah yəni məqsədimiz odur ki, yəni bu dünya çempionatında yaxşı çıxış edək inşallah. Qeyd edək ki, dünya çempionatı sentyabrın 7-sindən 12-nədək davam edəcək. Jalə Bayramlı, Elgün Büdaydoğlu, Orxan Elxanlı, Səs TV.